Yəni 1917-ci ildəki inqilab olur Rusiyada. Yavaş-yavaş xalqlar öz çarəsində, yəni o az öncə üzərində durduğumuz o Çar Rusiyası paradigması çöktü. O model çöktü. Onun yerinə başqa model gəldi. Sosialist model, Lenin modeli gəldi. O da birdən gəlmədi. İç savaşlarla sonra parçalandı. Qafqazda, Orta Asiyada, orada burada hər xalq boş qalmaq olmaz ki. Tarix boşluğu qəbul etməz. Özünə yerel ya da federal ya da müstəqil dövlət qurmağa başladılar. Qafqazda da Seym deyirdilər. Federasyon kimi bir şey yarandı. Paytaxtı da Gürcüstan idi. Çünki şeydən də öncə, inqilabdan öncə də Qafqazın mərkəzi elə Gürcüstan şeydi, Tiflis idi. Bu Seym bir müddət davam etdi. Təqribən 9 neçə aysa davam edəndən sonra Gürcüstan ayrıldı, istiqlalını bəyan etdi, açıqladı. Ondan sonra Ermənistan müstəqil oldu. Ortada qaldı bu bölgə. İndi bizim Azərbaycan dediyimiz. Bunlar da xülasə may ayında istiqlallarını bunlar da açıqladılar. İstiqamət bu yöndə olduğu üçün Təbrizdəki məşrutəçilər ki, qaçıb Bakıya sığınmışdılar, İranda qalsaydılar, öldürülə bilərdilər. Onlar başladılar, dedilər, indi buradakı boşluq yaranıb. O zaman biz İrandakı niyyətimizi burada həyata keçirdək. Bir dənə qəzet çıxartmağa başladılar. Azərbaycan Coz Layənfəkki İran. Onların o qəzetin yazarları sonra gəldilər. Orada türklər gəlib oranı ələ keçirdikdən sonra Türk ordusu qaçdılar, gəldilər Təbrizdə də çox nəcatpərəstlik ariyayını yenə davam etdilər. Bunlar deyirdilər ki, bura, hətta bu İran Şimali sözü ki, indi bəzilər deyirlər, ora İran Şimalidir. Oranı İran Şimali və İranın Şimal dərvazəsi olaraq ilk dəfə qələmə alıb qəzetlərdə yazan bu məşrutəçilər idi. Ora qaçıb sığınan məşrutəçilər idilər. Özəlliklə Məhəmməd Əli Tərbiyyət idi. Nə bilim, onların adlarının hamısı yadında deyil. Bunlar idilər. Bunlar deyirdilər, biz burada bir hökumət quraq. Adını da qoyaq İran Şimali. Sosialist olsun. Sonra o İrandan birləşdirək, oranı da sosialist edək. Yəni, oranı İrana qaytarma peşində idilər. Aşırı dərəcədə pantürkizmə qarşı məqalələr çap etdirirdilər. Pişəvərinin də o ruznamədə, o qəzetdə yazılar çap olub da, amma Pişəvəri o qədər aşırı deyildi. Pişəvəri daha çox kültürel, belə ideolojik yazılar yazırdı orada. Amma Pişəvəri də orada, Bakı o zaman İranlılardan ibarət idi də. İranlı kargərlər neft quyularındakı çalışırdılar. Onlara bilgi verirdilər. Çünki əgər Lenin və Stalin falan bunlara dəstək versəydilər, Türk ordusu gəlməsəydi, onlar orada bir dənə fars dilli bir dövlət qurmağa hazır idilər. Kadrları da var idi bunların. Amma Azərbaycan millilərinin, türkçülərinin kadrları yox idi ki. Yazıb oxumaları yox idi, dili yox idi. Bizim bu dil ki var. İndi orada hələ yəni şəkillənmiş deyə bilərik. O da yox idi. Amma bunların 100 illərə dayanan yazı dilləri də var idi. Orada olan İranlıların, yazıb oxuması olanların hamısı farsça oxuyurdular. Bəzən də necə bizdə, məsələn, Təbrizdə, orada-burada, Urmuda qəzet çıxar, yazının fəlsəfə dili, tarix dili, bilgi dili, sosioloji dili farsça olar, ortada da görürsən bir dənə şeir var. O cür idi orada da yazılar. O qəzetin dili də bu şəkildə idi. Bunlar istəyirdilər orada bir dənə cumhuriyyət qursunlar. Şaumyanla, Stalinlə, Leninlə, Troteski ilə bunlar irtibatda idilər. Və bunların tək düşmanı var idi o qəzetdə, o da türkçülər idilər. Türkçülər. 1919-cu ilə qədər qəzet davam etdi. Sonra Türk ordusu
1918-ci ildə girdi Bakıya. Bunların şeyini davam buraxdı yəni. Bunlar artıq qəzeti çıxmağa davam etsə də yönü dəyişdi. Çünki türklər gəldilər, orada bir türk devləti qurdular və türklər gəlməsəydilər, orada bu devlət qurula bilməzdi. Kadr yox idi. Kadr. Dil yox idi. Ordu da yox idi. Devlət ordu ilə qurulardı. Fəlsəfə ilə filanla devlət qurulmaz. O zamanki Hegel'in zamanında Almanya, evet Nuri Paşa geldi. Almanya parça parça idi. Neçə xanlıqdan, 300'e yaxın xanlıqdan, prenslikdən ibarət idi. Hegel derdi ki Almanya fəlsəfə ilə birləşməz, şeirlə birləşməz, ədəbiyyatla birləşməz. Təmir yumruqla birləşər. Öyle de oldu. Bismarck geldi birleştirdi. Romantizmle ölkə qurulmaz. Bəlkə tərəfdar toplar. Cemaatı coşdurar. O cemaatın, coşkulu cemaatın içərisindən iradəli bir insan çıxar ortaya. Onu dəstəklərlər. Yəni bunlar fər'i dəstək verə bilərlər. Ədəbiyyatda filandır bunlar. Amma kritik zamanda bunlardan iş çıxmaz ki, gerek. İşi bilən adam ya da adamlar birliği ortada meydanda olsunlar. Mesela Xomeyni elə ki gəldi devletin başına gördünüz. Gördü vaizliklə filanla şey olmaz. Qəti hökmlər verirdi. Hökm yazdı, verdi. Ayətullah Xəlxalının eline o da getdi önüne gelenleri qətl edirdi. İndi məsələ onda deyil ki, Xəlxali cəllatdı filandı. Pis işler gördülər də. Devlet belə qurulur. Əgər devlet kurulu yıkılmışsa, onun yerine devleti nazla, nemətlə, demokrasiyle, ay cemaat, sözə baxınla olmaz. Gələk xuşunət lazım. Qorxu. Çünkü bütün cəmiyyətlərdə, hatta insanın öz içinde bir təzadların boğuşması var. Bunun necə kontrol altına olmaq olar? Batı mədəniyyətinin, yəni Avropa mədəniyyətinin ya Amerikan mədəniyyət məsələn ənasürünü sayasız. Amma onlar bu millətin, bu mərdumun, bu insanların fikirləri ilə üst-üstə düşmür. Yəni onlar elə bir ki yeni bir insanlar lazım ta o düşünceler yerine düşsün. Ama bu insanların beyninde olan kavramlarla necə bir mədəniyyət qurmaq olar ki, o cür bir tələlərə düşməyən, prosesiz bir kavramlarla, məsələn, cumhuriyyət kavramı ilə bir millət bu təvəqquma cuma ki, daha cumhuriyyətin adı gəldi, pəs biz cumhur olduq. Ya parlamanın adı gəldi, biz parlaman sahibi olduq. Ya hükümət qanun adıyla biz daha qanun sahibi olduq. Halbuki bunların hamısı uzun sürət prosələrin içindən geçirir. Necə elə bir soru bu olur? Hansı prosələrin içindən burada yaşayan insanları eləyə bilərlər özlərinə özel olarak bir mədəniyyət kursunlar? Demokratik yolla tarihte devlet kurulmamıştır. Roma İmparatorluğunu, Roma devleti kuruldu. İki kardeş arasında başlıyor. Onlar böyle kardeş öldürerek iradeli, qətiyyətli kardeş o birisini yendiği için devlet kurulur. Bir dənə nümunə göstərə bilməzsiniz Amerikanın dışında. Amerika'da ne kadar cəng daxil oldu, hələ o ayrı məsələ. Demokrasi 100.000 nəfər, Amerika'da 4 il içində 600.000 nəfər insan öldü. Əhsən, evet. Demokrasi var olan devletin çatısı altındaki gəlişmədir. Olan devlet mədəniləşmə sürecinə girir. Yavaş yavaş demokrasi heç vaxt bir gecədə, bir ildə, 5 ildə, 10 ildə ortaya çıxmaz. Demokrasi bir sürətdir. Hələ indinin özündə Avropada demokratikləşmə devam edir.
Diqqət edirsinizmi? Bəzi qanunları ortadan qaldırır, yaxşısını gətirir. Ondan sonra çünki demokrasi sadəcə iyiliyə doğru, yaxşılığa doğru hərəkət deyil ki, pisliyi də özündən gətirir. Məsələn, texnoloji gəlir, texnolojinin müxərrib tərəfi də vardı da. Düzdür? Yaxşı. İndi məsələn şey deyir ki, Trump demokratik yolla gəlmiş, demokratik yolla da yola salacaqlar, gedəcək. Cinsiyyət dəyişimini deyir qadağan etməliyik. Bir fərmanla qadağanı da bilməz ki o. Yetkisi yoxdur. Demokratik yolla qadağan edəcək. Edəcəklərsə. Məncə də öyle olmalıdır. Çünki bəzən o cinsiyyət dəyişdirənlərin %90'ından çoxu dəyişdirdikdən sonra peşman olurlar. İnsandır, bir dəfə ağlına bir şey gəlir, ağlına gələn şey insan o ləhsə etməlidir. Etməməlidir. Nə qədər insanlar var, bədənlərini xalqub etmişlər Avropada, peşman olmuşlar. İndi onu da silə bilməz. Bir ömür o peşmanlığını yaşayacaq. Ona görə də insan doğasına uyğun olmalıdır demokratik gəlişmələr. Amma demokrasi başqa şeylər də gətirir. O başqa şeyləri demokrasinin nemətlərini ortadan qaldırır yavaş-yavaş, çökərtir. Yaxşı, o zaman demokrasi özünü necə onara bilər? Demokrasi demək deyil ki, hər şey doğruya tərəf gedəcək. Yox. Utopiya tərəf deyil, sadəcə distopiyada tərəfdə gedə bilər. Bunun necə qarşısı alına bilər? Hələ bu, devlətin var olduğu bir ölkədə. İndi düşün. Bir ölkədə devlət yıxılsa, zaten devlət yoxdur. Demokrasinin var oluşunun tək məşruiyyəti, bir tək məşruiyyəti var. Öncə güclü bir devlət olmalıdır. Düzdür, yoxsa yox? Devlət də diktatorluqla qurular. Diktatorluq kötü bir şey deyil ki, gözəl bir şeydir. Despotizm kötü bir şeydir. Despotizm və diktatorluq iki dənə ayrı qavramdır. Diktatorluq müvəqqətidir. Kriz var. Ondan sonra o krizi ortadan qaldırmaq üçün diktatorluq olur. Məsələn, demokratik ölkələrdə belə görürsən, bir yerdə zəlzələ oldu, ölkənin bir tərəfində. Dərhal orada diktatorluq qanunları yürürlüyə keçir. O qanun əsası yürürlüyə keçmir. Oraya üçün məxsusi bir qanun yazırlar. Orada bu saatdan sonra kimsə dışarı çıxa bilməz. Niyə? Çünki zəlzələ olubdur, evlər uçulubdur, cəmaatın altını, qızılı, fulanı qalıb torpağın altında oğurlaya bilərlər. Bundan sonra elektrik yoxdur, heç bir şey yoxdur. Qaranlıqdır. Təcavüz ola bilər, bədbəxtlik durumdur da. Demokrasi aydınlıq bir ölkədə, kriz olmayan, maddi, təbii fəlakət olmayan yerdə. Bütün ölkələrdə bir yerdə zəlzələ oldu, ən demokratik ölkədə dərhal orada diktatorluğa keçirlər. Deyirlər saat 8-dən, məsələn, axşam saat 8-ə qədər siz ortalıqda ola bilərsiniz. Ondan sonra çıxa bilməzsiniz. Görürsünüz, keçicidir. Nədən? Diktatorluqlar geçicidir. Despotizm əbədidir. Deyir, məni Allah mən, göydən gəlmişəm mən. Nə bilim, fərri izədidən gəlmişəm. Müqəddəs döldənəm. Seyid dölündənəm, Həzrət Əli dölündənəm, nə bilim Şah İsmail kimi, o kimi, bu kimi. Bunlar despotik zehniyyətlərdirlər. Bunlar deyirlər, qanuna ehtiyac yoxdur ki. Qanunu bizə verən göydəkilərdir. Diktatorluğun qaynaqları yerdədir. Despotizminki təvəhhümdədir, göylərdədir. Diktatorluqda qanun var. Qanun. Amma qanunu icra bəlli kişilərə verilir. Despotizmdə qanun yoxdur ki. Qanun əsası yoxdur ümumiyyətlə. Olsa da elə yazılıb atılıb orada bir adamın dodaqlarına bəllidir bütün hər şeylər. Məsələn, şəriət devlətlərinin hamısı despotizm olmuş, diktatorluq olmamışdı.
Sən məsələn Əməvilərdə, Osmanlıda, nə bilim, Osmanlının sonlarını istisna etsək, o məşrutədən sonra, tənzimatdan sonra, ondan öncə, nə bilim, Səlcuqluda, Əbbasidə, ya xilafət, 4 xilafə zamanında bir dənə qanun varmı? Yox. Xəlifənin ağzından nəsr olur qanun. Yazılı heç bir şey yoxdur. Buna deyirlər despotizm. Amma Qərb ölkələrində baxırsınız, despotizm olmamış. Diktatorluq olmuş. Qədim Yunana bax. Məsələn, Aristotelin o kitabı ki yazarkən politika kitabını yüzlərcə şəhər devletlərin qanun əsasilərini araşdıraraq kitabı yazmış. Bax ha, 2500 il bundan öncə şəhər devletləri var, hamısının da qanun əsasisi var. Roma İmparatorluğuna başlayın, qanun var, sina var, məclis var. İndi bu qanunlar, bu sinalar nə dərəcədə müvəffəqdirlər, o başqa bir konudur. Məsələn, Hegel də o tarix fəlsəfəsi kitabında şərq despotizmini ki, orada deyir, özəlliklə həxamənşilərlə başlar şərq despotizmi, çünki qanun yoxdur deyir. Bir nəfər azaddır, o da padişahdır. Qanun onun sərxoşdur, hə? Ağzından bir söz çıxdı, məsələn, zarafata dedi, aparın bu vəziri öldürün. Sərxoşdur, qanun yoxdur ki. Aparırlar, mühakimə edirlər filan deyirlər. Onlar isə aparıb başını kəsirlər. Aparsınlar, buna mühakimə eləsinlər. Mühakimə sürəsincə də padişahın ağlı başına gəlsin, sərxoşluqdan çıxsın, desin, baba zarafat eləyirdim bunu, öldürməyin. Elə bir şey yoxdur, görürsünüz? Bu despotizmdir. Despotizm. Amma siz Roma İmparatorluğuna baxın, Roma devlətinə. Hegel oranı izdələrkən nə deyir? Deyir ki, Romada qısa müddətdə, yəni bir dənə bir devlətin quruluşu və çöküşü sırasınca 3 dəfə dəyişim yaranmış. Amma şərq ölkələrinə baxın, heç dəyişim yoxdur. Sumerlərdən bəri dəyişim yoxdur. Sumerlərdə, nə bilim, İlanlarda Mərduk, Allahlar Allahı, hər şey ona bağlı idi. Adam məşruiyyətini ondan alırdı. Deyirdi, mən sizin kralınızam. Niyə? Çünki yuxuma Mərduk gəldi, mənə kral təyin etdi. Cəmaat da deyirdi, düz deyirdi. Yanında da zırhı 5-600 nəfəri toplamış, güclü bir adam, gəlirdi devlətin başına keçirdi. İtaat edirdilər. Amma Romanın tarixinə baxın. Roma necə qurulur? Kraliyyət. Öncə kraliyyət. Kraliyyət neçə yüz il? Təqribən indi unutmuşam, 200 il falan davam edir. Ondan sonra keçirlər cumhuriyyətə. Baxa. Cumhuriyyət də bir süddə, neçə yüz il davam edir. Ondan sonra keçirlər imperatorluğa. Hamısı da qanun vardı. İmperatorun səlahiyyətləri senada yazılmış falan. Buna despotizm deməzlər. Qanun var. Yəni, imperatora belə səlahiyyətləri, yetkiləri nə dərəcədə olmalıdır, onu qanunla müəyyənləşdirirlər. Məsələn, ən sonuncu bizim Qacardır. Qacar dönəmində qanun var, Osmanlıda qanun. Qanun sözü, şeyin bir kitabı var, qanun sözü belə yoxdur, qadağandır. Nədir? Səyahətnamə İbrahim bəy Marağı gəlir ki, İranı dolaşır Qacarın zamanında falan. Deyir, qanunun məclis falan qalsın bir yerə, qanun sözünün özü belə yoxdur. Bilmirlər qanun nədir. Qanun, yəni oradakı bizim ölkəmizdə keçərli olan hər məntəqənin bir dənə mollası var, bir də xanı var. Bunlar əməkdaşlıq edirlər, bölgədə də sözə baxmayanı döyürlər, ayağının altına, qoğrunu, qabrıqasını əzirlər, qadını gözəldirsə, onu əlindən çıxardırlar. Qanun yoxdur yəni. Qanun bunların şəhvəti, bunların gücü, iradəsi, mərhəmətidir. Məntəqə belədir. Diqqət edirsiniz mi? O qanunsuzluq, qanun nədir? Biz Avropadan gəldik. Məşrutə ki, belə deyirlər filan və mən bunların hamısı mədəniyyətlə bizim camiyə tanış olduğu üçün deyirlər biz də olaq. Elə ola bilmirdilər. Gəlib Avropalaşmaq yerinə deyirlər, nə bilim, İranı Bağıstandan gedək qanun gətirək. Qanun olmamış ki, xamənşilərdə. Elə indinin özündə də axmaqlara bax. Şimdi deyir ki, nə bilim, gedib oradan qanun. Orada qanun var. Deyir, var. Neradadır? Daşda yazıb. Özləri də oxumayıblar. Bəlli deyil, olar düz oxunub, yoxsa yox. Düz oxunsa belə orada nə deyir? Deyir, mən şahı ən şan, Dariuş, heç özü də həxamənşilərdən deyil, o kudutu ilə gəldi.
Berdiyanı öldürdü, geçti, yerinde oturdu. Onun burnunu kestim, bunun kulağını kestim, onu özüme tabi ettim, bunu özüme tabi ettim. Bu kanundur. Bu axmaqlıqdır. Bu historisizm xəstəliyi adlandırır bunu Karl Popper. Yəni cəllatlarla iftixar etmək, tarixin cəllatları ilə iftixar etmək. Mən o tabuları dağıdıram. Məsələn, mən deyirəm ki, yaxşı modern bir çağda biz yaşayan insan üçün mənə modern insan olaraq Səttarxan model örnək qəhrəman ola bilərmi? Ha? Yazıb oxuması olmayan sadə bir insan, təmiz insan olmuş, mərd olmuş, şərəfli olmuş. Bunlar ayrı söhbətdir. Düzdür, onlar olmuş. İgid olmuş, cəsur olmuş. Amma intellektual kişiliği olmamış. O bizim için model mi olabilir? Eğer biz bu saat biri gelir mesela Koroş'u model gösterir. Biri gelir Səttarxan'ı model gösterirse bu o demektir ki bu modern dünyaya bunun zihniyeti girmemiş. Çağdaş bir zihniyet. Geleceğin problemlerini uzak geçmiş zamanlarda olan birinin başarılarını ya da başarısızlığını ya da dürüstlüğünü örnek alabilerek, örnek alarak geleceğin sorunlarını bir camiye çözebilir mi? Yoksa kendi intellektual düzeyde kahramanlarını çıkartmalıdır. Kendi şəxsiyyətlərini yetişdirməlidir. Buna romantizm deyirlər də. Xəyalpərəstlik. Mənim filan dövlətim olub, mənim filan qəhrəmanım olub. Nə olsun? Onun bizə faydası nədir? Mən kiməm? Mən nə edə bilərəm? Biz nə edə bilərik? Çalxalantılı, tufanlı bu çağda torpağa gömülmüş, izləri qalmamış bir adamlardan imdad, yardım bekleyen bir halk gömüldükleri karanlık çukurdan çıkabilirler mi acaba? Yani bizim bu sorunlarımızı kesmişin karanlık beyinli insanları mı gelip çözecek? Yoksa bizim modernleşen, çağdaşlaşan dilimiz, dünya görüşümüz, davranışımız, bilgi birikimimiz ve bu bilgi birikiminin içerisinden çıkan şəxsiyyətlər mi çözməlidirlər acaba? Sual budur. Ona göre dikkat edersiniz mi? Geleneksel toplumlar, yani model değişimi içerisine girmek istemeyen ki zaman özü bu modelleri değiştirir ama bunların haberi yoktu. Ona göre geri kalırlar. Model değişimi içerisine girmek istemeyen halklar geride kalırlar. Ben derim bizim modelimiz kimdir? Modern dünyada necə model oluşturabilirik? Kimi numune almalıyıq? Çünkü halk kütlesi numune ile hareket eder. Ben derim Məşrutəni model olabilmərik. Səttarxanı model olabilmərik. Bu demek değil ki Səttarxanı kötüleyirik. Səttarxan temiz adam olmuş. Dürüst adam olmuş. Ama başarısız olmuş. Çünkü başarı, müvəffəqiyyət. Başardın mı? Haklısın. Başarmadın mı? Haklı olsan da tarih senin haklılığını resmiyete tanımır. Sen haksızsan. Gittin artık. Ben ne bileyim biri deyir ne mason gelip belirleyip ne o gelip kompani Hind şərqi gelip belirleyip kim eləyibsə sen başarmamışsın. Sen yenilmişsin. Sen niye onları yenmedin? Ona göre de biz model değişimi içerisine gitmeliyiz. Model. Yani bir camiye kimleri biz model göstermeliyiz. Model değişimine gitmek evvelde var olan modelleri təhqir etmek değil ki. Onları öz yerinde oturtmak, yeni modern modeller oluşturmak. Benim düşüncem budur. Benim bilirsiniz ben siyasi bir adam değilim. Ama ben Türk'üm. Ana dilimizin kurtuluşunu istedim. Benim modelim budur. Ve bu modeli ben tarihte tapa bilmirəm. Bir adam gələ mesela 100 yıl bundan qabaq. Tək zayıf modeller var. Mesela Ali Təbrizli var. Ali Təbrizli herkesin komünist olduğu, Hizbullah olduğu, mücahid olduğu bir dönemde gelmiş
sadə bir insan idi də. Bir kitab yazmış. Türk dili və ədəbiyyatı. Çox qəribədir. Orada kommunistləri, hətta Səttarxanı, bulanı nə gözəl tənqid edir. Və deyir, biz kimik? Bu camiədə, bu tarixdə bizim yerimiz nədir? Ha? Düz deyir də. Mənim yadımdadır, o zaman hələ mən uşaq idik də biz inqilab olanda. Yavaş-yavaş belə bəzi camiələrlə, bu kommunistlərlə falanla tanış olurdum. Mən bilmirdim Əli Təbrizli kimdir. Elə dedilər, pan-turanistdir, nə bilim, satqındır, pan-türkistdir, falandır. Sonra pan-türkist falan deyilmiş, ana diliniz deyilmiş bu bədbəxt biçarə insan. Özü də bir dənə xaricər idi, amma hamının düşmanı olmuşdu. Dincisi də, İslamcısı da, komünisti də, hamısı ona qarşıydılar. İndi zaman göstərir, çox düz deyilmiş. Ona görə arkadaşlar, haqqı, həqiqəti çoxluq deyə bilməz. Çoxluğa yalan lazımdır. Həyəcana gəlsin və özünü ölümə versin, ya əcələ ilə bir işi həll etsin. Tək-tək adamlar deyər. Zaman da o tək-tək adamların haqlı olduqlarını ispat edər. Bir dənə nümunə söyleyeyim sizə. Hitlerin bir dənə söhbəti var, bəlkə görmüşsünüz. Berlində danışır, 100 minlər, şəkildir də, videosu da vardı. 100 minlərcə insan heyrətlə Hitlerə qulaq asır. Hitler də o nəcatpərəstlikdən falan danışır. Bir dənə adam, bir tək adam arxasını çevirmiş Hitlerə, əllərini qoymuş qoynuna, hamının baxdığı tərəfə deyil, etiraz edir orada. O tərəfə baxır, tərs tərəfə. İkinci Dünya Savaşı başladı. 50 milyona yaxın insan öldü. Almaniya yerlə bir edildi. Almaniya nə qədər torpaqlarını itirdi. Kaliningradı itirdi. Nə bilim, Ləhəstəndə qalan torpağını itirdi. Dünyanın müxtəlif yerlərində nə qədər insanlar bədbəxt oldu. Axırda nə oldu? Axırda zaman göstərdi ki, o bir adam düz deyilmiş. O Hitleri arxasını çevirən. Bildiniz mi? Ona görə də çoxluq bir dənə özünə bir qəhrəman örnək nümunə uydurmuş, amma onun arxasında gedirsə, bilin ki, burada bir uçurum var qabaqda. Mənə qəhrəman lazım deyil. Bizə bilgi lazımdır. Modern bilgi. Ana dilində eğitim lazımdır. Bunu istəyirik. Bunun üçün savaşa falan da gerek yoxdur. Çağdaş dünya bizə yardım edir. Bizim müttəfiqimiz dünyada heç müttəfiqimiz yoxdur. Bizim bir dənə müttəfiqimiz var. O da modern mədəniyyətdir. Modernitə. Modernitənin bilgilərini biz qəhrəmanpərəstlik etmədən, dincilik, ifratçılıq etmədən sağlıqlı şəkildə özümsəyə bilsək, heç bir qanlı eyləmlərə, edimlərə, əməllərə qatılmadan problemi zərrə-zərrə, dərəcə-dərəcə həll edə bilərik. Amma bundan öncə model dəyişiminə gedilməlidir. O qəhrəmanlar ki, bizə model olaraq göstərirlər, onlar beynimizdən silinməli. Çağdaş insanın modeli an-ba-an həyatın içərisindən doğrulan gəlişmələrlə iç-içə olmalıdır. Bu modeli biz təqib etməliyik. Mənim düşüncəm budur. Görüşüm bu şəkildədir və bu yolda mən çabalayırım. Mənim üçün, məsələn, sabahlar İranda deyəlim ki, 100 minlər ayağa qalxsın. Bir ziyalının işi 100 minlər ayağa qalxdığında ona qatılmaq deyil. Buna kütlə ayaqlanması deyirlər. Ortega y Gasset'in bir kitabı var, kütlə ayaqlanması. Yəni, Xizəşe Tudeha. Çox önəmli bir kitabdır. Bir aydının işi dərhal orada onu tənqid etməkdir. Çünki çoxluğun hərəkətində ağıl olmaz. Hamı ehsasata qapılar. Çoxluq bir hərəkətə qatılanda. İş işdən keçəndən sonra onların ağlı başına gələndə görərlər özlərini necə uçuruma soxurlar. Heç bir problemi də həll etməyiblər. Diqqət edirsinizmi? Məsələn, bu pəhləvilər getməliydilər. Mən də onların getmələrindən yanıydım. Amma belə getməməliydilər. Zaten zaman onların qalmasını qəbul etməzdi çağ. Yəni, məsələn, mən o zaman uşaq idim də, 12, hər hamımız. Mən gələcəkdim, deyəcəkdim, sən düz deyirsən, biz necə adı arıyaydın,
Hə? Özümə ariyayı mı deyəcəkdim? Yox. Çox canım istərdi. Onlar yerində qalsaydı, biz gəlib intellektual mübarizə ilə onları çökərtsəydik, başımıza da bu bəlalar gəlməzdi. 1 trilyon İran-İraq savaşında məmləkətimizin sularını qurutdular. 1 trilyon nədir baba? Bəlkə 5 trilyon paramız getdi dolarla. Onlar camiyə sərmayə olaraq yatırıla bilərdi və bizim milli problemlərimiz də həll ola bilərdi. Çünki onlar nə qədər də nəcatpərəstlik, ariyayı eləsəydilər, onların məşruiyyətləri yox idi. Amma bunlar bir dənə əsləhəni ələ keçirtdilər. Məzhəb əsləhəsini. Ən güclü silah məzhəbdir. Diqqət edirsinizmi? Hamını içindən işğal etdilər. Hani indi bunlar da az qaldı elə pəhləvilər qədər iqtidarda olsun da. Yəni xarici müdaxilə olmasa, indi deyirlər cəng olacaq. Devrilməsə, xarici müdaxilə olmasa 100 il qalanlar iş başında getməzlər. Yavaş-yavaş reform edərlər. Getməzlər. Niyə getsinlər? O qədər güc, qudrət, hər şey bunların əlində. Kim bunları devirə bilər? Xalq devirə bilər. Xalq devirsə də sabahlar bir izdihamın içərisində bir adam çıxıb desə, ya Hüseyin, cəmaat deyəcək, başlayacaq sinə vurmağa. İnqilab əməliyyatdan çıxaracaq. Bu cürdür məsələ. Ona görə də inqilabla falanla iş düzəlməz. Bu, soyuq savaşdan qalma bir şeydir. Mirasdır. Elə bilir ki, cəmaat elə bilir ki, xalq ayağa qalxsa inqilab olar. Nə bilim, heç bir şey olmaz. Xalq heç vaxt öz haqqını əldə edə bilməz. Mən az-çox tarix kitabı oxumuşam, heç vaxt görməmişəm. Bir millət qalxsın ayağa, mübarizə eləsin və öz haqqını əldə etsin. Elə bir şey yoxdur. Güclü şəxsiyyətlər çıxır ortaya, o xambal adlanan xalqı öz hədəfi yolunda səfərbər edir. Budur məsələ. Xalq, biz də buna deyirik ki, xalq qalxdı ayağa, haqqını aldı. O rəhbərlər, o yol bəlirləyici yolbaylar, yol xəritəsini bilənlər, iddialı, karizmatik, passioner şəxslər olmasa, axı xalqın nəyinə lazımdır? Xalq baxar görər, harada mənim əmniyyətim oradadır, vardırsa ora geçər də. Xalq kütləsi belə düşünər. Bu marksistlər gətirdilər, bizim içimizə soxmuşlar ki, xalq qalxa-qalxsa ayağını, haqqını alar. İndi də elə bəziləri görürsən, umudunu ona bağlayıbdır ki, nə bilim, 100 nəfər, 500 nəfər çıxacaq Ərdəbildə, Təbrizdə deyəcək azadlıq, ədalət, milli hökumət. Nə olsun? Bunun təsiri nədir? Bunu sən 5 il yox, 500 il denən. Deyərsən, gedib oturasın evində də. Amma sən məmləkətin ordusunu, iqtisadi gücünü, etnik gücünü, kültürel gücünü ələ keçirməyəsən, keçirə biləcək kapasiten yoxsa, bu bir dənə mahnı kimi sözdür. Gəlcinən sabahdan axşama denən azadlıq, ədalət, milli hökumət. Nə olsun ki, bunun təsiri nədir? Heç bir təsir olmaz. Tarixə yön verən qüvvətdir, gücdür, enerjidir. Onu necə ələ keçirə bilərsiniz? Amma sabahları, məsələn, bu camiə ki, belə hazırdır, deyəlim ki, üzdən İraq deyəlim də, hələ mən istəmirəm İran yerlə bir olsun. Vurdular, İran dağıldı. Pezeşkiyan bir söz dedi. Diqqət etdinizmi? O Pezeşkiyan bəzən şey eləyir, həyəcana qapılır, bəzi sözlər ağzından qaçırdır, bəlkə özü də sonra peşman olur ya, olmur, bilmirəm. Amma muhtemelen onun arxada deyirlər, diqqət et danışır o. Dedi ki, o 12 günlük savaşta deyir, mən qorxurdum ki, rəhbəri də vurursa, vurub öldürsələr, biz bir-birimizi öldürəcəyik. Bu nə? Bu bir dənə o sızdırma deyirlər də buna. Bu bir dənə sözdür ki, onun arxasında demədiklərini biz oxuya bilərik. Demək ki, yuxarıda bir iqtidar savaşı var. Elə Pezeşkiyan və başqaları arasında. Diqqət edirsiniz mi? Elə bir hadisə olsa, vursalar, məsələn, rəhbər ölsə, mərkəz çöksə, Pezeşkiyan gələr keçər öz xalqının içinə, Heydər Əliyev kimi. Sistemin içində yetişmiş. Deyir, Türkəm də. Mənim nəyimə lazımdır, keçmişdə nə olurdu. Hər kəs bir tərəfə tartışanda, burada deyər, biz də Türkük, burada bizimdir. Ya da Türk dildə gəlsin, devlətin dili olsun, xalq da ona dəstək verər. Yüzlərcə general, sərhənd keçər onun yanında durar.
Buna deyirlər o iş yapmaq. Diqqət edirsinizmi? Ya məsələn o olmasın, deyəlim ki, onu da vurdular, İsrail falan öldürdü. Mən istəmirəm. O Pezeshkiana mənim hörmətim var. Dəstəkləmişəm, indi də dəstəkləyirəm. Amma iç qarışıqlıq çıxandan sonra sabahları bir dənə general çıxdı. Dedi, mən Türkəm, biz də bunu istəyirik. Əlinin altında 4-5 dənə ləşkər, xalq da dərhal keçər onun yanına. Bilirsiniz nəyə görə? Çünki xalq deyir, bunun əlində güc var. Mənim əmniyyətimi, oğlumun, qızımın, malımın, mülkümün güvənliyini təmin edəcək. Güvənlik hardadır? Xalq kütləsi ora keçər. Amma bir iddək, indidən görürsünüz də, məsələn, deyirlər, Pezeşkiyan keçmişdə nə bilim, elə olub, belə olub. Olmamalıdır. O camiənin reallığı odur da. Bu reallığı zaman dəyişdirirsə, artıq o keçmişin üstünə sən bir dənə qırmızı qələm çəkəcəksən. Ona görə də mənim diləyim budur. Bax, mən fikirləşirəm ki, məsələn, İranda seçkilər olur, hə? Pezeşkiyan seçiləndə mən gecə-gündüz onu təbliğ edirdim. Heç mən bilmirdim də o icazə verirdilər, gələr, gəlməz. Məsələ onda deyil. Gəlməsəydi də. Pezeşkiyanı mən tanımıram. Ya məsələn, sabahları Təbrizdə biri bələdiyyə, millət vəkili. O gəlib deyəndə ki, mən gəlirəm türk dilinin səlahiyyətlərini genişlətməyə. Onu mən bilirəm, getsə də bəlkə buna izin verilməyəcəkdir. Qanun çox sıxıntı vardı. Amma bizim şəhərlərimiz 100 minlər gedib ona səs verməlidir. Biz güc göstərisində bulunmalıyıq. Bu bir dənə zərurəti ictimaini dilə gətirdiyi üçün görürsünüz, xalq onu sevməyə başladı. Buna deyirlər oyanış. Yoxsa bizimkilər gəlirlər, siyasi mübarizənin nə olduğunu belə bilmirlər. Deyirlər ki, o keçmişdə nə bilim, sipahda olub, orduda olub, bəsici olub. Sən harada olmuşsan keçmişdə? O məmləkətin reallığı odur da. Sən o məmləkətdə ya doktor olmalısan, ya mühəndis olmalısan, ya sipah olmalısan, ya ittilatı olmalısan. Bunun nə önəmi var, qardaşım? Sabahlar sən devlət qursan belə sənə yenə məcbursan o ittilatı ki vardı. Onları gətirəsən, onların təcrübəsindən istifadə eləsən. Və inqilab olandan sonra savaşçı başda olanları qaçdılar, geri qalanların hamısını bu sistem özü istifadə etməyə başladı. Bu komünistli bir zehniyyət. Komünistlər belə düşünürlər ki, hər şeyi yox etməlisən. O cür deyil. Bu milli məsələ dərəcə-dərəcə olar. Mənfəətin sənin nədədir? Adamı necə istifadə edə bilərsən? Mənfəəti necə təşxis etmək lazımdır? Bu təşxis məsələsi çox çətindir. Mənim bu dediyim yol müsalimətamiz yoldur. Barış yoludur. Barış yoludur. Hər kəs gəlir, deyir ki, biz bu dilin azadlığını istəyirik, onu keçmişini, biz insanların keçmişini heç bilmirik ki, axı. Məsələn, bu otaqda olanların kim bilir keçmişi nədir? Bəzi adamların ki, bəlkə bir-birini tanıyır. Ona ehtiyac yoxdur ki. Çağın ehtiyacına, zərurətinə bu insan səs verirmi? Vəssalam. Bitər, bu qədər yetər.